Usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Teala bu cümə günündə edilən bütün ibadətləri, oxunan bütün duaları qəbul etsin. Allah Teala bu cümə gününün xeyir və bərəkətindən bütün müsəlmanlara inayət etsin, inşallah. Mövzumuz hidayət barəsində idi ki, insanların hidayət olması Allah Teala tərəfindəndir və insanlar da gərək buna layiq olsunlar. İnsanlar gərək hidayətə layiq olsunlar. Bəzi məqamlar var, maneələr var ki, insanların hidayət olmalarına çətinlik törədir. İnsanlar yaşayırlar dünyada, kifayət qədər dini məsələlərdən xəbərdardılar. Allah Teala'nın buyurduqlarından xəbərdardılar. Amma o maneələr onlara hidayətə çatmaqda çətinlik törədir. Həmin maneələr barəsində biz danışdıq ki, biri cəhalət idi. Yəni, insanlar xəbərsizdirlər, qəflətdədirlər, xəbərləri yoxdur. İkinci maneə bu idi ki, təkəbbürlüdürlər. Kibir var onların qəlbində, ürəyində. Zahirən insanlarla səmimi, təvazökar görsənə bilər. Amma daxilən qəlbində bunların təkəbbür var ki, Allah Teala'nın huzurunda əyilmək istəmirlər. Və daha sonra üçüncü məsələ dedik ki, təəssübkeşlik var. Təəssübkeşdirlər. Yəni, mən qılmamışam namaz və heç vaxt qılmaram namaz. Bəzən elə insanlar bu cür təəssübkeşlik göstərir. Bəzilər deyirlər ki, mənim savaba ehtiyacım yoxdur. Bu dünyada bu sözləri demək rahatdır, asandır. Amma axirət günündə özü o savab üçün gezəcək. Hansı ki, Allah Teala buyurur ki, يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ. O gün hamı bir-birindən qaçacaq. Qardaş qardaşdan qaçacaq, atasından qaçacaq, anasından qaçacaq, yoldaşından qaçacaq. Nə üçün qaçacaq? Səbəb nədir qaçmağına? Deyəcək ki, mən öz əməllərimin dərdini çəkirəm. Keçən cümələrdə biz sonuncu olaraq maneələrdən birindən danışdıq ki, təni edənlərdən qorxurlar. Ona görə onlar hidayətə can atmırlar. Və bəlkə də hidayət olarlar. Qorxurlar ki, təni edəcəklər onu cəmaat. Təni edərlər və o səbəbdən də bunlar o həmin hidayətə çata bilmirlər. Maneələrdən biri uzun-uzadı arzulardır. Uzun-uzadı arzulardır. Arzular da hidayət olmağa mane olur. Dinimizdə təkid olunan mövzulardan biridir ki, uzun-uzadı arzulardan insan çəkinsin. Təbii ki, bu uzun-uzadı arzular dediyimiz zaman insan dünyada yaşayırsa, arzu etməsi də təbiidir, olmalıdır. Hər bir insanın arzusu var. Arzusuz yaşamaq dünyada olmaz. Hər bir insanın bu dünyada arzusu var. Söhbət batil arzulardan gedir. O arzulardan gedir ki, insanı Allah Teala'dan ayırır, dindən ayırır, dinə gəlməyə mane olur. Ondan çəkinməkdir. Bəzi arzular insanın ilahi vəzifələri yerinə yetirməsinə mane olur, hidayət olmasına mane olur və mənəvi inkişafını saxlayır. Ola bilər, maddi cəhətdən adam inkişaf eləyir, amma mənəvi cəhətdən geriliyir. Gərək bu balans qorunsun. Həm maddi cəhətdən, həm mənəvi cəhətdən insan o tarazlığı qoruyub saxlaya bilsin.
uzun uzadı arzular dediyimiz zaman axirəti unutduran arzulardır. Bilirik ki, bizim əbədi düşmənlərimizdən olan iblis, şeytan, Allah Taala'la bir vədələşməsi var. Allah Taala'ya buyurur ki, Allah Taala iblisi, şeytanı öz dərgahından qovandan sonra deyir ki, vələ uzillennəhum, onları azdıracağam. Yəni, söhbət insanlardan gedir. Vələ uzillennəhum, onları azdıracağam. Vələ umənniyennəhum, onlar puç, boş-boşuna xəyallar quracaq. Onlar bu cür xəyallara dalacaqlar, uzun uzadı arzulara məşğul olacaqlar. İmam Əli əleyhissalamın Nəhcül Bəlağənin 42-ci xütbəsində belə bir kəlamı var, belə bir müraciəti var. İmam buyurur ki, Eyyuhənnas, ey insanlar, İnnə əxvəfə mə əxəfə aleykum ithnətən. Sizin üçün ən çox qorxduğum iki şey var. Sizin üçün ən çox qorxduğum iki şey var. Biri ittibəul həvə, nəfsi istəklərə tabe olmaqdır. İkincisi və tulul əməl, uzun uzadı arzulardır. İmam buyurur, iki şeydən siz üçün qorxuram. Biri həvai nəfsə tabe olmaq, ikincisi isə uzun uzadı arzulardır. فَأَمَّا اتِّبَاءُ الْحَوَى فَيَسُدُّ عَنِ الْحَقِّ. Bir nəfsi istəklərə tabe olmaq insanları haqdan saxlayır. وَتُولُ الْأَمَالِ فَيُنْسَ الْآخِرَةِ. Amma uzun uzadı arzular da ahireti unutturur. Adam dünyada o qədər özü üçün xəyal qurur ki, o qədər arzular qurur ki, ahireti unudur. Amma məsələn, xeyir əməllərdə arzular qurmaq, ki, mənim əgər bu qədər imkanım olsa, yol çəkərəm, bu qədər insanlara maddi köməkliyi göstərərəm, insan öz fikrində, xəyalında bu cür nə qurur, xeyir əməllərdə. Bunun heç bir qəbahəti yoxdur. Amma o insana ki, ahireti unutturur, bəli, o həmin uzun uzadı arzulardan çəkinmək lazımdır. Peyğəmbər sallavatullahın Əbu Zər adında səhabəsi var. Günlərin birində Həzrəti Peyğəmbər Əbu Zərə deyir ki, ya Əbu Zər, ətuhibbu ən tədxuləl cənnə, cənnətə daxil olmaq istəyirsən? Əbu Zər deyir ki, qultu naam, fidak əbi. Dedim ki, atam sənə fəda olsun. Bəli, istəyirəm. Peyğəmbərimiz buyurdu ki, fəqsir minəl əməl, arzularını qısalt. Demir, arzu eləmə. Demir, arzu eləmə. Deyir, arzularını qısalt yina. Arzularını azalt yina. Peyğəmbərimiz bu cür buyurur. Batil xəyal quranlar olub. Öz aləmlərində, öz fikirlərində, batil arzulara dalanlar olub. Ne deyiblər? Quran-ı Kərimin Bəqərə surəsinin 111-ci ayəsində Allah Taala buyurur ki, iki dəstədən bu cür dedilər. Və qalu lən yədxuləl cənnətə illə mən kana hudən av nəsara. Belə dedilər ki, cənnətə, belə bir xəyal qurdular özlərini. Dedi, cənnətə yalnız iki dəstə daxil olacaq. Ya yəhudilər daxil olacaq, ya da məsihilər, xristiyanlar. Allah Taala buyurur və qalu dedilər lən yədxuləl cənnəti illə mən kana hudən av nəsara. Ya yəhudilər daxil olacaq, ya da məsihilər. Allah Taala buyurur tilkə əməniyuhum. Bu onların arzularıdır. Həqiqətdə belə bir şey yoxdur. Bunlar öz aləmlərində, öz fikirlərində, xəyallarında belə bir şey qurublar. Allah Taala buyurur ki, əgər dediyiniz haqdırsa, doğrudursa, qul hətu burhanakum, öz dəlillərinizi gətirin. İn kuntum
sadiqin, əgər doğru danışanlardansınızsa. Bəs bu həmin arzularda da elə duanın özü bir arzudur, ümiddir. Bunlar hamısı dinimiz tərəfindən müəyyən qaydalarla, müəyyən nizamlarla nizamlanmağı tapşırılıb. Həmin o nizamlamalardan biri budur ki, insan axirəti unudacaq qədər arzu etməməlidir. Axirəti unudacaq qədər arzu etməməlidir və mümkün olmayan şeylər barəsində də fikrə, xəyala dalmamalıdır. Bəs elə İmam Hüseyn əleyhissalamın Kərbəla faciəsinə diqqət etdiyimiz zaman, Kərbəla tarixində bilirik ki, İmam Hüseyn əleyhissalamın bir sıra insanlarla görüşməsi var. Həmin görüşmələrdən biri Ömər İbni Səd adında bir şəxsdir. Bu həmin şəxs barəsində biz danışdığımız zaman dedik ki, bu adamın uşaqlığı tarixdə bu cür qeyd edirlər. İmam Hüseynlə birlikdə keçib, yəni İmam Hüseyn əleyhissalamı daha yaxşı tanıyır, daha yaxşı bilir. İmam Hüseyn əleyhissalam onunla görüşmək üçün xəbər göndərir. Qəbul eləyir o həmin şəxs. İmam Hüseyn əleyhissalam qardaşı Abbasla, oğlu Əli Əkbərlə birlikdə axşam vaxtı idi. Elə bir yerdə görüşürlər. Bu həmin Ömər ibn Səd oğlu Həfslə və bir də qulluqçusu ilə gəlir. İmam Hüseyn əleyhissalam həmin o Ömər ibn Sədə deyir: "Vay olsun sənə ey Sədin oğlu, qayıdacağın Allahdan qorxmursanmı? Mənimlə vuruşmağa gəlmişsən. Halbuki mən kimin oğluyam? Bilirsən, bu insanları burax, gəl bizimlə birlikdə ol. Bu səni Allaha daha çox yaxın edər." İndi Ömər ibn Səd özü üçün bir sıra arzular qurub, bir sıra xəyallar qurub ki, həmin bu xəyallara çatmaq istəyir. Nədir bu xəyallar? Dedi ki, qorxuram ki, evimi dağıdar, qorxuram ki, evimi dağıtsın. Yəni, bu həmin Yezid, İbn Ziyad evimi dağıdarlar. İmam Hüseyn əleyhissalam buyurur ki, mən sənə yeni bir ev verərəm. Ömər Səd dedi, qorxuram mallarımı, torpaqlarımı müsadirə edərlər, əlimdən alarlar. İmam buyurur ki, mən sənə Hicazda öz hesabından ondan daha xeyirli mülk verərəm. Ömər Səd dedi, Küfədə ailəm var. İbn Ziyad onlara zərər verər. İmam buyurdu ki, bu həmin məsələlərin arxasında bir məsələ gizlənirdi ki, Ömər ibn Sədə söz vermişdilər ki, sənə Rey şəhərinin valiliyini verəcəyik, Rey şəhərinin hakimi olacaqsan. Bu həmin adam da bu arzu ilandı, bu xəyalla gəlib Kərbəlaya. Yəni, onun isti səhrada, isti çöldə İmam Hüseyn əleyhissalama müharibə, mübarizə aparmasının səbəb budur ki, bu həmin savaş bitəndən sonra ona yeni bir vəzifə veriləcək. Bu, onun arzusu ilə gəlib Kərbəlaya. Və imam bu həmin bəhanənin arxasında Rey şəhərinin valiliyi olduğunu bilir və ona bu cür deyir: Allaha and olsun ki, sən İraqın yaxud Rey şəhərinin buğdasından yeməyəcəksən. Belə bir söz deyir Həzrəti İmam Hüseyn. Yəni, xəbər verir ki, onlar səni alladıblar, bu işə sövq ediblər. Məsələn, diqqət etsək, İmam Həsən əleyhissalamın həyat yoldaşını alladırlar bu mənada ki, deyirlər ki, sən əgər İmam Həsəni öldürsün, Muaviyyə tərəfindən bu cür xəbər gəlir. Əgər sən İmam Həsəni öldürsün, səni oğlum Yezid üçün alacağam. Bu həmin qadın da İmam Həsəni şəhid edir, zəhərləyir. Daha sonra Muaviyyə bu cür deyir ki, yox, mən belə bir qadını oğlum üçün ala bilmərəm. Əgər sən bugün İmam Həsəni zəhərləmisənsə, sabahda mənim oğlumu zəhərləyə bilərsən. Görürsünüz, insanlar bu həmin puç arzularla, batil xəyallarla
həm öz dünyalarını xərab edirlər, həm öz axirətlərini xarab edirlər. Bəs Allah Taala'dan duamız budur ki, Allah Taala bizə arzularımızda haqqa çatmağı və ən layiqli, ən gözəl arzuları arzu etməyi, dua etməyi nəsib etsin inşallah. Əuzu billahi minəşşeytanirracim. Bismillah.